Əziz izləyicilər, Zəngəzur TV-də xəbər vaxtıdır. Son dəqiqə xəbərlərini mən Nilufər Məcnunlu çatdıracaq. Türkiyədə son 7 saatda 3-cü zəlzələ baş verib. 08:55-də İstanbul sahilində bugün 4,1 bal gücündə zəlzələ baş verib. Türkiyənin Fövqəladə Hallarının İdarə Olunması Agentliyi bununla bağlı xəbər verib. Qeyd edək ki, Antalyada 07:49-da Kumluca rayonunda 3,8 bal gücündə zəlzələ olub. Digər zəlzələ isə Bodrum şəhəri yaxınlığında Egey dənizi sahilində 4,9 bal gücündə zəlzələ baş verib. Liviyanın paytaxtı Tripolidə vətəndaş müharibəsi baş verib. Liviyanın Liviya Press Agentliyinin verdiyi məlumatlara görə Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini öz evlərində qalmağa çağırıb. Misrata briqadasının dəstəklədiyi 444-cü döyüş briqadası ilə təhlükəsizlik və sabitliyin qorunması aparatı arasında davam edən qarşıdurmalara görə Tripolinin bütün sakinlərinin evdə qalmağı və öz təhlükəsizlikləri üçün çölə çıxmamağa çağırır. Nazirliyin yaydığı məlumatda deyilir. Məlumata görə toqquşmalar Liviya prezidentinin şurasına tabe olan Sabitlik Dəstək Qüvvələrinin rəhbəri Abdelqani Əlkiklinin öldürülməsindən sonra başlayıb. ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyalarını genişləndirib. ABŞ Vaşinqton və Tehran arasında İranın nüvə problemi ilə bağlı dolayı danışıqların davam etdirməsinə baxmayaraq, İranla bağlı sanksiyaları genişləndirib. Bu barədə ABŞ-ın dövlət katibi Marco Rubio bəyanat verib.